Təəssüf ki, vətəndaş cəmiyyətinə açılan cinayət işləri ilə bağlı bir çox şəxsin ölkədən çıxışına qadağa qoyulub və heç birinin şikayəti ümumiyyətlə təmin olunmur. Onu da qeyd edeyim ki, bu qadağaların hamısı qanunsuzdur. Çünki Miqrasiya Qanununun 9-cu bəndinə əsasən şahidin ölkədən çıxışına qadağa qoyula bilməz. Xətai rayon məhkəməsində jurnalist Ülviyə Quliyevanın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı verdiyi şikayətlə əlaqədar məhkəmənin baxış iclası keçirilib. O bildirir ki, hakim Sülhanə Hacıyevanın müstəntiq Samir İsmayılovun məhkəmədə iştirakının çəkişmə prinsipinin təmin olunması baxımından vacib hesab edərək məhkəməni aprelin əvvəllərinə təxirə salıb. Jurnalist bu günə qədər Bakı şəhər Baş Polis İdarəsinə ölkədən çıxışına qoyulan məhdudiyyətlə bağlı 3 dəfə sorğu göndərsə də cavab ala bilmədiyini, qərarın şəxsinə təqdim olunmadığını bildirir. Deyir ki, bu məhkəməyə sübut təqdim edə bilməsi üçün vacib sənəddir. Bugün Xətai rayon məhkəməsində ölkədən çıxışıma qoyulan qadağa ilə bağlı şikayətimə baxıldı. Amma məhkəmə təxirə salındı. Çünki Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov məhkəmədə iştirak eləmirdi və məhkəmənin qərarı ilə onun məhkəmədə iştirakının təmin olunması ilə bağlı qərar verildi. Məsələ orasındadır ki, mən 3-cü dəfədir ki, Bakı şəhər Baş Polis İdarəsinə ölkədən çıxışıma qoyulan qadağa ilə bağlı sorğu göndərirəm, amma təəssüf ki, bu sorğuya cavab verilmir. Ümumiyyətlə, mənim onlara göndərdiyim sorğular ignor edilir və mən bununla bağlı bir sübut məhkəməyə təqdim edə bilmirəm. Təəssüf ki, vətəndaş cəmiyyətinə açılan cinayət işləri ilə bağlı bir çox şəxsin ölkədən çıxışına qadağa qoyulub və heç birinin şikayəti ümumiyyətlə təmin olunmur. Onu da qeyd edeyim ki, bu qadağaların hamısı qanunsuzdur. Çünki Miqrasiya Qanununun 9-cu bəndinə əsasən şahidin ölkədən çıxışına qadağa qoyula bilməz. Mənə də Meydan TV işi ilə bağlı şahid qismində ümumiyyətlə dindirmişdilər və müstəntiq mənə məlumat verdi ki, mənim ölkədən çıxışıma qadağa qoyulub, amma bu qanunsuz bir qərardır. Ümumiyyətlə, bu tip qərarları insanlara qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini düşünürəm.